Naxçıvanda iş istəyən sürücülərin həbs edildiyi iddia olunur. Jurnalist Heydər Oğuzun məlumatına görə Şərur rayon sakini olan KAMAZ sürücüsü regional rəhbərliyin göstərişi ilə şərlənərək 30 günlük inzibati həbsə məhkum edildiyini və təzyiqlər səbəbindən ölkəni tərk etdiyini irəli sürüb. Rayonun Çərçiboğan kənd sakini Rayq Abbasovun sözlərinə görə o 20-yə yaxın digər KAMAZ sürücüsü ilə birlikdə Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilova iş tapmaq xahişi ilə müraciət edib. Şikayətçinin iddiasına görə bu müraciətdən dərhal sonra o şərlənərək barəsində 30 günlük inzibati həbs qərarı çıxarılıb. Abbasov cəzasını çəkib qurtardıqdan sonra təhlükəsizlik baxımından Rusiyaya qaçmaq məcburiyyətində qaldığını vurğulayıb. Bu həmçinin qeyd edib ki, Ceyhun Cəlilovun birbaşa təlimatı ilə onun və digər sürücü yoldaşlarının şəxsi mobil telefonları müsadirə olunub və geri qaytarılmayıb. Rəsmi qurumlar isə susur. Azərbaycan qanunvericiliyinə görə vətəndaşların inzibati qaydada həbs edilməsi və ya əmlakinin müsadirə olunması yalnız məhkəmə orqanlarının qanuni qərarları əsasında həyata keçirilə bilər. Hüquq mühafizə orqanları və ya Naxçıvan Muxtar Respublikasının rəsmi strukturları hələlik sosial şəbəkələrdə paylaşılan bu iddialarla bağlı hər hansı bir təksib və ya rəsmi açıqlama verməyiblər. Mən Abbasov Rayq, Şərur rayon Çərçiboğan kənd sakini. Naxçıvan Respublikasının səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov məni sifarişlə şərrətdirərək 30 sutka həbs etdirmişdir. Nədir ki, mən avadanlıq istəmişəm, mən iş istəmişəm. Mən demişəm ki, Naxçıvan səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, cənab prezidentin etimadını bu cür doğruldursan, iş istəyəni şərləyib qoyursan içəri, səni cənab prezident niyə tayin eləyib ora? Bizə qulluq eləmək üçün budur sənin qulluğun. Mənlə bərabər əlavə 20-yə yaxın Şərur rayonunda KAMAZ şoförlərini padvala dolduraraq telefonları bu günə kimin alıbsan, aldırıbsan, zakaz eləyibsən ki, onlar iş tələb eləyiblər. Qoy cənab prezidentə çatmasın, bilməsin mən bacarıqsızam, qabiliyyətsizam, işlə təmin edə bilmirəm. Onları şərrə böhtan at, güya miting yaradırıq, güya dövləti istəmirik, güya cənab prezidenti istəmirik, cənab prezidentə qarşı nifrət aşılayır Naxçıvan səlahiyyətli nümayəndəsi. Xahiş edirəm Heydər bəy, bunları işıqlandırın, qoy bütün cəmiyyət görsün, qoy hər kəs görsün bu nə əməldən çıxır, nələr görür. Başaracağı yoxdur, milləti dövlətin üstünə qaldırmaqla məşğulda ancaq. Xahiş edirəm, işıqlandırın bu dediklərimi.